Xoş gördük, əziz dinləyicilər. İran ətrafında həm qəribə, həm də gülməli situasiyalar yaşanır. Bu gülməli situasiyalardan biri ondan ibarətdir ki, məhz Ukraynaya döyüşə bilməyən, məğlub olan, heç nə eləyə bilməyəcəksən və yaxud da bilirsiniz, bu Putinçilər, İrançılar əsəbləşirlər də Zelenskiyə Yəhudi uşağı deyirlər və yaxud da bir tərəfdən də bildirirlər ki, o klondur. Məsələn, o da klon deyən insanlar bir tərəfdə qalıb bu günləri artıq Amerika və ərəb ölkələri Zelenskiyə müraciət ediblər ki, siz bu şahid dronlarından və ümumiyyətlə bu dronlara qarşı necə mübarizə aparırsa bunları bizə öyrədin. Artıq bu barədə Zelenski də danışıb ki, bir neçə briqada göndərilib ərəb ölkələrinə. Ərəb ölkələri ilə Ukrayna arası münasibətləri çox yaxşıdır. Yəni bu gün artıq Ukraynadan silah alırlar, Ukraynadan kömək alırlar. Bir vaxtlar mən deyirdim ki, bu gün Ukrayna dünyanın və Avropanın ən güclü ölkəsidir. Mən deyərdim ki, PUA üzrə ən güclü mütəxəssislər məhz Ukraynadadır. Bu birinci məsələ. İkinci məsələ isə bu günləri İran ətrafında olan bir gülməli vəziyyət yaranıb ki, İranın ali dini liderini seçiblər, amma hələ ki onun kardonunu gətiriblər ortaya, hələ ki onun şəklinə gətirib biyyət edirlər, kardona biyyət edirlər, qucaqlayırlar, öpürlər, amma ağalarını tapa bilmirik. Ağaları yoxdur. Biri deyir yaralanır, biri deyir ölüb. Əsas məsələ ondan ibarətdir ki, mən həmişə demişəm, bu bütpərəstlər istər ağa olsun, istər olmasın, ona kardon da versələr, onlar iman gətirəcəklər, onlara şəkil də versələr, iman gətirəcəklər. Çünki ağasını itirmiş qul özünə yeni ağa axtarar, gedib o özünü əsəbləşdirib və yaxud da özünə əziyyət verib gedib oxuyan deyil və yaxud da bu şounun bir parçasına çevrilməyə məhkumdur. İkinci isə həqiqətən əgər Müçtəba Xamneyi öldürülübsə, yuxarıda bir şəkil qoyacaq. İnanın mənə, bundan sonra onun yerinə qoyulacaq bir rəhbər tapmaq mümkün olmayacaq. Tapsalar da onu Xubreqan məclisi sürüyə gətirib orada qoyacaq. Çünki artıq bundan sonra heç kəs o posta oturmaq istəməz. Üçüncü isə ən axırıncı vəziyyət onu deyim ki, bugün İran ətrafında kim nə danışsın, bunu bilmək lazımdır ki, İran hökuməti həqiqətən də uduzub və İran hökuməti artıq bir militarist bir orduya, militarist bir dövlətə çevrilir. İstər müharibə bitsin, istər müharibə bitməsin, İran elə bir zərbə alıb ki, İran rejiminin bundan sonra yaşamaq imkanları yoxdur. Təşəkkür edirəm.